Bu BMW fonun videosunu çəkmişdim, paylaşmışdım ki, avtomobildə problem var. Ani qaz verdiğiniz zaman, bir dənə forsaj verdiğiniz zaman pereboya düşür, 3-cü silindr xətasını verir. Avtomobil sahibi də burada bildirdi bizə ki, qardaş, hara getmişəm, nə eləmişəm, nə almışam, düzəldə bilən yoxdur. Sveçanın yerini dəyişiblər, yəni alışma şamlarının yerini dəyişiblər, düzəlmir. Babinin yerini dəyişiblər, düzəlmir. Farsunkanın yerini dəyişiblər, düzəlmir. Başqa bir beyin qoyublar, düzəlmir. Problem bir neçə şeydən qaynaqlıdır. Bəzilərini deyəcəm, bəzilərini deməyəcəm. Deməməkdə məqsədim nədən ibarətdir ki, demək biz burada dərdin deyirik müştəriyə, müştəri gedir başqa yerdə düzəltdirir. Allah canını sağ eləsin. Amma bu müştəri deyir ki, qardaş, mən sənin işivə güvənirəm, dərdin tap, amma demə. Belə bir danışığımız oldu, razılaşmağımız oldu. Avtomobildə deməli problemlərdən daha doğrusu biri RK idi. Bu gördüyünüz yanacaq reykasına bağlı problem var idi və bir neçə elektronik problemlə bağlı var idi ki, avtomobildə 3-cü silindrə yanacaq düzgün paylanmırdı. O problemləri də aradan qaldırdıq, yanacaq sistemini də düzəltdik, yanacaq sistemini də yuduq, lazım ehtiyac hissələrini dəyişdik, sonra da reykanı da dəyişdik. Əl-qərəz maşının nə problem var isə düzəltdik və avtomobil heç bir rejimə də düşmür və cəmi 4 saat vaxtımız getdi. Yəni 4 günə dərdi tapılmayan avtomobilin, 4 yox, 5 günə dərdi tapılmayan avtomobili demək olar ki, 4 saatı həll elədik. Müştərimizə xeyirli uğurlu olsun. Təşəkkürlər, izləmədə qalın.